Hə, deməli Misal üçün. doğum tarixini dediniz. 2000-ci il 12-ci ayın 8-i. 8-i. Düzdür? Bəli. İstənilən bir tarixdir. Tarixdir, yəni heç kəs tanımıram həqiqətən. Elə belə adi bir tarix. Bəli, bəli. Və burada əsasən sıfırlar rol oynayır. Ümumi halda tarixdə, yəni hətta numerologiya elmində də var, əbcad elmində eyni elmdir. Sıfırlara çoxalan insanlarda biraz problemlər olur. Ona problem yaşayırlar. Əsasən düzdür, tutaq ki, sondakı rəqəmlərdə də əgər təkrarlanırsa, tutaq ki, məsələn, oktyabrın 10-u olsaydı, bunlar artıq bir problem gətirə bilərdi. Amma sıfırlar mütləq öz izini buraxır. Xəstəliklə ola bilər, ümumi bir həyat tərzi ilə bağlı, hətta sağlamlıqlarında bağlı bir izlər buraxa bilirlər. Qadınlarda sıfırları ləğv eləmək olur. Necə? Yəni biz energetik nöqteyi nəzərdən götürəndə rahat olur. Amma kişilərdə çox çətindir. Məsələn, mən çox fikir vermişdim. Bir oktyabr ayında doğulan xanımlarda, bir də 1960-cı ildə doğulan bütün xanım və kişilərdə mən çox araşdırma aparmışam bu iki tarixlə. Məsələn, 70-ci ildə yaxud 60, amma oktyabrlarda olsun da, oktyabr ayının sanki 20-si. Sıfırlanmalar çox gedir. Və mən fikir vermişdim ki, xanımlarda nədənsə jenski orqanda problem olur. Oktyabrda doğulanların əksəriyyətində. Sıfırlar əgər bir neçə dəfə təkrarlanırsa. Elə mədə bağırsaq, mədə yox, bağırsaq elə jenski orqan. Sidik hissəsi və o sahələr nəyə görəsə biz onu bilmirik axı. Deməli, nəsə bir rəqəmdə hansı bir enerji var. 60-cı ildə doğulan insanlarda da mən təxminən bir, bəlkə də 20-dən çox olardı. Müxtəlif insanların doğum rəqəmlərini hesablayıb araşdırmışam və 60-cı illərdə ümumi halda son 5 ildə rəhmətə gedənlər çox oldu. Allah hər birinə can sağlığı versin, söhbət ondan gedir. Yəni orada xüsusi rəqəmlər iştirak edir. Yəni sıfırlamalar gedirdi orada. Və mən görürdüm ki, onlarda sağlıqla bağlı problem olurdu. Özü baxırsan, oxşar xəstəliklər idi. Fərqli insanlardır. Biri rayonda yaşayır, biri şəhərdə, biri xaricdə. Amma oxşar cəhətlər var idi. Onda deyirsiniz ki, amma onlar tez populyarlaşır, tez yüksəlirlər. Amma baxır hansı cədvələ sahibdirlər. Orada o böyük rol oynayır. Amma populyar insan olur onlar. Məsələn, tutaq ki, 40-cı ildə doğulanların mən nə qədər rəqqasələr görmüşəm o vaxtın adamlarının. Rəqqasələr, idarəçilər. 40 rəqəmi güclüdür. İndi baxaq buna. Deməli, 2000-ci il biz hesabladıq, alınır 13 rəqəmi. Düzdür? 13 rəqəmi mənfi rəqəm deyil, yəni negativ rəqəm hesab olunmur. Ona qələbə rəqəmi deyirlər. Əslində, pobeda nad tımı. Yəni, istənilən bir, belə deyək də, kölgəninmi, pis hadisəninmi, situasiyaya qalib gələn, içindən çıxıb uğur qazanan hesab olunur. Yəni, ona görə 13 rəqəmdən heç kəs qorxmasın. Baxın, biz indi bunu cəmləşdirdik, alındı 4. Deməli, bunun fiziki durumu yaxşıdır. Görmüş. Bunlar bir qədər enli kürək olurlar. 7 rəqəmi olsaydı burada hündürboy olacaqdı. 7-si olsaydı hündür olardı. 4 rəqəmi var. Deyənə biraz enli kürəkdir, orta boya sahibdirlər. Həm də 3 dənə biri var. Baxın indi. Deməli, 4 alındı. İdarəçi, kollektivdə dözən, amma hirsli adam. Hirsli adam. Axı 3 dənə biri var axı. Biz ilk baxışda onu sakit görürük. Deməli, onun hirsi içindədir. Hirsi. Biruzə verə bilmir. Bildiniz? Əgərsə bir dənə bir olsaydı, çılğın, davakar olacaqdı. Artıq səslə özünü biruzə verəcəkdi. Bu səssiz hirsini göstərir. Deməli, hikkə var. Sakit, hikkəli adam. Sakit, hikkəli adam. Bəli. Baxın indi. Deməli, biz 13-dən bunun cəmini götürməliyik. Biz ondan çıxa bilmirik. Ondan böyük 16-dan çıxır. Amma sarağına mənfi 3 alınır. Biz bunu belə də qeyd edirik.